Sovet dövründə Gecə Süvarisi əsəriniz böyük rezonansa səbəb olub. Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyi, Yazıçılar Birliyi sizə təzyiq göstərib. O zaman ümummilli lider Heydər Əliyevin rəyi sizi xilas edib. Bu daha çox bir yazıçıya dəstək jesti idi, yoxsa həqiqətin müdafiəsi? Mən düşünürəm həqiqətin ifadəsi. O kitab çıxandan sonra siz düz deyirsiniz. Orada hər yerdə mənə tənqid elədilər. Bəzi vaxtlar təhqir elədilər ki, bu bizim yazıçı deyil. O da bana yazıçıya, bəstəkara, nə bilim, rəssama qoyan kimi o gözdən düşürdü. Ona nə imkan verirdilər, nə qonorar verirdilər. Elə bir addım qalmışdı ki, o damğanı mənə vursunlar, mənə dissident elan eləsinlər. Amma məni, sizə deyim, o zaman Yazıçılar Birliyinin, Yazıçılar İttifaqı idi, sədri İmran Qasımovdur. Mən ona getdim, gileyləndim, belə dedim, şikayət elədim ki, bunlar mənə çap eləmirlər. Mən nəşriyyata əlyazma verirəm, onlar qaytarırlar, qazet jurnala verirəm, qaytarırlar. Bu necə şeydir? O mənə dedi ki, çox kəskin yazırsın da, belə çox olmaz. Cəmiyyətdə yaşayırıq biz. Bir müddət keçdi, mənə zəng gəldi, İmran Qasımovun katibəsi zəng elədi ki, gəlin sizi İmran müəllim çağırır. Mən qaça-qaça getdim ki, dedim, nə olub? Heydər Əliyev tanış olub bu kitabla və deyib ki, burada bir şey yoxdur. Bunun hamısını düz yazıb. Bizim cəmiyyətdə bu nöqsanlar var. Ulu Öndərin belə xasiyyəti vardı. O həqiqətə göz yummurdu. Yummazdı bəli. Göz yummazdı. O deyərdi, düzdür, o var. Amma o kötüyü ilə biz çıxardıb rədd eləyəcəyik. Və deyib ki, belədir, cəmiyyəti tənqid eləmək lazımdır. Rüşvətxorluq var, bu yazıb. Ədəbazlıq var, nə bilim, bu yazıb. Bu var, o var, bu yazıb. Kitab bir tərəfdən çox tənqid, təhqir olundu. O biri tərəfdən məni çox məşhur elədi.